Melorna. Melorna hepatoprotoktor, yəni qaraciyər qoruyucu olub, tərkibi 100 mg adimetionin, 125 mg lipoid turşusu, 125 mg glutation, 70 mg silmarindən ibarətdir. Melornanın tərkibindəki adimetionin transmetilləşmə reaksiyalarını stimulə edərək, hüceyrəvi fosfolipidlərin sintezini təmin edir, zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir. Melornanın tərkibindəki adimetionin eyni zamanda transsulfatlaşma reaksiyalarını stimulə edir, nəticədə sintez olunmuş sulfat qrupu, glutation və taurin qaraciyərdə hüceyrəvi detoksikasiya proseslərini aktivləşdirir. Melornanın tərkibindəki silmarin lipidlərin peroksidləşməsinin qarşısını alır, sərbəst radikalları neytrallaşdırır, həmçinin erinti polimerazanı stimulə edərək hepatositlərin zədələnməsinin qarşısını alır. Funksional zülal və fosfolipidlərin sintezini stimullaşdırmaqla zədələnmiş hepatositlərin bərpasını təmin edir. Melorna tərkibindəki alfa-lipoy, zülal, xolesterin mübadiləsini yaxşılaşdırır, insulinə rezistentliyi aradan qaldırır. Nəticədə qanda qlikozanın miqdarını azaldır, qaraciyərdə glikogen ehtiyatını təmin edir. Melornanın tərkibindəki glutation bağırsaqlardan toksiki maddələrin sorulmasının qarşısını alır. Ağır metallar və digər toksiki birləşmələrin qana sorulmasının qarşısını almaqla orqanizmdən xaric edilməsini təmin edir. Beləliklə Melorna qaraciyər xəstəlikləri, diabetik və alkoqol polineuropatiyaları, beşə xəstəlikləri, qaraciyərin toksiki alkoqol, virus, dərmanlarla zədələnmələri, intoksikasiyalar, şüalanmaların müalicə və profilaktikası, öd-daş xəstəliyi, öd yollarının diskineziyası, lipoproteid mübadiləsi pozulmaları, ateroskleroz və s. zamanı istifadə oluna bilər. Qəbul qaydası bir həb gündə 2-3 dəfə istifadə olunur.